Messi'nin şəxsən öz imzasıyla burada QR kodu da var. QR kodun burada skan edirsən, qiyməti və bunun məlumatı haqqında sizə məlumat yazılır. Burada da bu kapitanlıq qolbağıdır, nədir bilmirəm. Yəni Messi'nin üzərində imzasıyla burada sərgilənməkdədir. Sonra burada var Luis Enrique'nin imzası. Onu tanımıram. Bax burada imzalı şəkildədir. Və burada Messi'nin də daha bir forması var. Ya üzərində imzası ilə bərabər sərgilənməkdədir. Burada da Xavanın da var. Keçiş qadağandır. Və beləliklə muzey insanlara giriş pulsuzdur. Amma buradakı geyimlər, toplar falan satırlar deyə xeyir qazanırlar. Aşağıda isə Barcelona futbol klubunun belə maketi var, üzərində formaları ilə. Gəlirsən burada belə şəkil falan çəkdirə bilirsən. Mızmız turisti izləyərək Barcelona haqqında daha çox məlumatlar əldə edə bilərsiniz. İzləmədə qalın, takipdə atın. Messi'nin forması haqqında nə bilmək istəyirsiniz və bunun qiyməti nə qədər olar, siz yazın. Həm gol üçündür, futbol üçündür bilmirəm, yol ver. Qiyməti 30 qoyur. Yaxşı. Alası olmadı. Gəzmək gözəldir qardaş. Mən həmişə demişəm sizlərə, gəzin, gəzin, gəzin. O pulu başınızın altına qoymaqla deyil. Gəzmək lazımdır. Dünya qab. Kim ölər, kim qalır, 2 günlük dünyadır. Burada da Barcelona futbol klubunun maketi var. Arkalarında nömrəsi var. Öndə nömrəsi, isimlər yazılmır. Maketlərin arxasında hamısının adları və nömrələri var. Onlar gəlir burada oturur, belə bəzən burada futbolun haqqında məlumat edirlər. Nəysə, gözəl məlumat. Takip edin, izləmədə qalın və fikirlərinizi yazın.